Salam hörmətli izləyicilər, API testinin avtomatlaşdırılması ilə bağlı mövzuya başladım və necə avtomatlaşdırılacağı barədə bu dərsdə danışmaq istəyirəm. Biz öz kodlarımızı, biz avtomatlaşdıracağımız servisləri yazacağımız yer IntelliJ IDE-si olacaq. IntelliJ IDE-sini download eləmək üçün IntelliJ IDE Community Edition yazmanız kifayətdir. IntelliJ ümumiyyətlə biz geniş bir IDE-dir. Yəni bunun Ultimate versiyası da var, amma bizə Community Edition versiyası kifayətdir. Çünki orada belə bir məsələ var ki, məsələn daha geniş istifadə üçün pul ödəyirsən, amma bizim bu qədər istifadə kifayət edəcək. Daha sonra isə biz nə edirik? Deməli, bunu yüklədikdən sonra daxil oluruq. Həmən yüklədiyimizi install edirik. Bu da run eləyin və daha sonra açılan pəncərədə next və burada IntelliJ IDE seçdik, Java seçdik. Yəni bu IntelliJ IDE-si shortcut'ı desktopa düşəcək. Bir də add eləyib, next eləyək və install eləyək. Və bununla da bizim artıq IDE-miz install olacaq. Ondan sonra biz yeni proyekt yaradıb içərisinə öz kodlarımızı yazacağıq. Hörmətli izləyicilər, install bitdikdən sonra Run IntelliJ IDE basanız. Burada IntelliJ IDE artıq işə düşəcək və davam edək. Ondan sonra artıq bizə deməli belə bir səhifə açılır. Biz burada öz proyektimizi yarada biləcəyik. New project eləyib biz yeni bir proyekt yaradırıq və içərisində kodlarımızı yazmağa başlayacağıq. Burada Java seçib burada qeyd eləməliyik ki, proyektimiz adı nə olacaq? API Testing Automation qoyuram adını. Və bunu etdikdən sonra Maven proyekti olduğunu qeyd edirik və create eləyirik. Bu da create olandan sonra belə bir səhifəmiz açılacaq və bunları ehtiyacaq əslində. Sadəcə bir JDK-lar install olsun, download olsun. Deməli, biz öz proyektimizi burada POM XML içərisində bəzi update-lərimizi edəcəyik. Maven proyekti olmağı nə üçün lazımdır? Maven qeyd elədim. Deməli, Maven bizə kömək eləyir ki, bizim proyektimizə aid olan kənardan olan library-ləri biz rahatca download edə bilək və istifadə edə bilək. Onları daima clean və install edə biləcəyimiz bir yerdir və buradan idarə oluna bilir Maven. Bu POM XML-də isə biz hansı ki library-lər işlədəcəyik, proyektə aid olan sənədlər, bir növ kitabxanalar, bir növ kənar servislər buradan idarə olunur və burada yazılır. Bizə dependency'lər lazımdır. Dependency'lər nə üçündür? Bunları hamısı öz proyektimizi işləyəndə də görəcəksiniz. Biz burada test yazmağımız üçün bizə lazım olan dependency'ləri əlavə etməliyik ki, bizə kömək eləsin ki, biz testimizi yaza bilək. Və bizə nə dependency lazımdır? Birinci bizə lazımdır JUnit lazımdır. Maven dependency. Belə yazsanız gələcək və burada daxil olacaq və biz burada deməli belə bir ən çox işlənən versiyası budur. Bunu kopyalayıb öz dependency'mizə əlavə edəcəyik. Ondan sonra bunu eləyəndən sonra başqa bir dependency hansıdır? Rest assured'dir ki, bizə imkan verəcək ki, biz bəzi testdə lazım olan biz servislərimizi call eləməyimiz üçün lazım olan vasitələri bizi təmin eləsin. Bunu da kopyalayıram və bura gətirib past elədim. Daha sonra bir dənə də bizə lazımdır JSON obyekt. JSON Maven dependency belə bir şey lazımdır. Bu da istifadə edəcəyik. İnşallah indi istifadə edəndə də mən göstərəcəm ki, bunlar bizim hansı işimizə yarayır. Bunu da kopya edib bura yapışdırandan sonra belə bir səhifə açıldı. Belə bir şey oldu. Amma hələ ki proyekt bunları tanımır, IDE bunu tanımır. Ona görə Maven-ı refresh edirik və Maven özü bunları çəkib gətirsin. Bunları çəkib gətirəndən sonra artıq görürsünüz, heç bir problem yoxdur. Biz artıq öz işimizi başlaya bilərik. Burada test deyilən yerdə Java-nın altında öz bir dənə package yaradayıq. Adını qoyaq API. Məsələn, onun içərisində bir dənə Java klası açılır. API testing
yazaq. API testing automation belə bir şey yazım və nöqtə Java olduğunu qeyd edeyim və bunu etdikdən sonra belə bir səhifə açıldı və mən burada nə etdiyimi yazmalıyam. Birinci test yazıram və test olduğunu qeyd edirəm və görürsünüz ki, onu JUnit-dən mənim üçün gətirir. JUnit bunu qeyd elədikdən sonra artıq belə bir şey açılır və burada öz birinci öz funksiyamı yazıram. Yazıram məsələn test 1 yaxud test 1 olsun adı belə. Çünki çoxlu testlər yazıla bilər. Bunu etdikdən sonra görürsünüz sol tərəfdə run olur. Bunlar hamısı JUnit bizə təmin edir ki, biz yazdığımız testi run edə bilək və test olduğunu müəyyən edə bilək. Bu annotation deyirlər buna da. Və bunu etdikdən sonra biz nə edirik? Biz hara request atacağımızı və ümumiyyətlə hansı metoddan istifadə edəcəyimizi burada qeyd eləməliyik. Məsələn, bir dənə mən servis götürüm. Məsələn, JSON placeholder-a gedim. Burada mock servislər olur. Buradan bir dənə servisi götürüm və ona onun automation yazım. Deməli, burada məsələn, belə bir servis götürüm. Bu daha rahatdır, çünki daha öncə istifadə eləmişəm və bunun belə bir requesti buna get eləyəndə bu cavabı qaytarır. Hardan bildim get eləyirəm? Çünki bunun qarşısında get olduğu yazılıb. Mesela burada get eləyib, siz öz real servisinizdə belə automation edə bilərsiniz. Burada daxil olan, məsələn, yazıram buradakı string URL yazıb belə qeyd elədikdən sonra burada da deməli belə yazdım. İkinci nə edəcəm? Demək, responsumu qeyd edəcəm. Response. Gördüyünüz kimi responsu mənə rest assurance təmin edir və onun adında response qoyuram və bərabər edirəm nəyə? Given belə qeyd edirəm. O mənə deyir ki, bunu import eləyirəm, çünki bilinməyən bir şeydir. Import elədikdə orada rest assurance-dan edirəm və nöqtə nə yazıram? When yazıram. When yazdım və nöqtə qoyub get request olduğunu bildirəm ona. Get request içərisində yazacağım, URL-imi yazacağım. Hansı ki, daha öncə yuxarıda qeyd eləmişdim. Və bunu etdikdən sonra da nöqtə vergülü unutmayaraq, demək, responsu daha sonra növbə səhifədə isə bu responsu artıq istədə bilərəm. Göründüyünüz kimi istifadə olunan şeylər aktiv kimi görsənir, olmayan isə belə boz qeyri-aktiv kimi görsənir və aktivləşdirdik bunu. Nöqtə qeyd edeyim. Məsələn, print deyilən bir şey var ki, hansı ki requestimi işlətməyə mənə kömək edəcək ki, request atmağıma mənə kömək edəcək və cavabı mənə göstərəcək. Demək, istifadə elədim, mən aldığım cavab budur. Hansı ki, bu ilə eyni bir cavabdır. Bunu etdikdən sonra da mən nə edirəm növbəti? Bu əslində nümunə üçün qeyd elədim. Ümumiyyətlə, bu responsu necə qeyd edirəm? Bu responsu nöqtə mən responsu əldə elədim, okey, amma responsu gələk çək eləyim. Bunu necə eləyəcəm? Bu responsu nöqtə eləyirəm və yazıram ki, then belə bir şey yazıram və məsələn bunun statusunu yoxlayıram. Status kod. Gördüyünüz kimi bir də göstərim. Status kod eləyən kimi deməli status kod eləyən kimi int i verir. Yəni içərisinə integer yazmaq olar. Integerdə yəni 200. Adətən də servisdə yoxlanılanda 200 olmağını çək eləyirik biz. Yəni servis cavabı 200 qayıdıb, yəni success qayıdıb və daha başqa şeylər də yoxlaya bilərik. Məsələn, yoxlaya bilərik nəyi? Yoxlayarıq. Demək, başqa nələr var burada? Müxtəlif şeylər var. Məsələn, content type-ını yoxlaya bilərik. Adətən content type bildiyiniz kimi şey qayıdır. JSON olmaq qayıdır. Məsələn, content type.json. Belə bir şey yoxlaya bilərik. Və başqa şeylər də olar. Hələ ki, mən bunları eləyim, daha sadə olsun. Məsələn, bunu belə qeyd edeyim, daha başa düşülən olacaq ki, məsələn, status kodu yoxlam, content type yoxlamışam və bunu bir də run eləyim, görək nə nəticə olur. Yəni 200 və JSON olmağı həqiqətən də olub-olmadığını mən çək eləyəcək, olub. Məsələn, 201 olmağını çək eləyirəm, görək burada nə nəticə olacaq. Burada cavab qayıdır, amma testimiz fail olur. Yəni bu test faildir. Niyə? Çünki cavab 201-dir. 200 qaytarıb, sən isə 201 gözləyirsən. Bu belə deyil. Hər halda belə yazdım. Və daha sonra isə ola bilər ki, indi biz öz responsumuzu yoxlamaq istəyirik. Responsumuzu necə yoxlayacağıq? Belə bir şey eləyim. Demək, mən bu responsu özümdə qeyd eləyim ümumiyyətlə. Necə qeyd eləyəcəm? JSON place for JSON
Pass deyilən Jason Pass deyilən bir şey var. O da Dassault-dan gəlir və orada yazıram ki, aktual body, belə bir şey yazıram və yazıram ki, new yox, yazıram ki, response.json pass belə yazdım. Yəni actual body-ni özündə saxlasın ki, mən sonra actual body-ni başqa bir şeylə də yox, bərabər olub-olmadığını çək edə bilim. Demək, bu actual body-ni qeyd elətdikdən sonra yazacağım ki, actual body, yox, hələ bir şey yazmayayım. Demək, mən actual body-ni burada, bu məni saxlayan bir şeydir, amma mən gözlədiyim nədir, onu hələ ki qeyd eləməmişəm. Gözlədiyimi də qeyd eləməyim üçün belə bir şey yazacağım. JSON obyekt deyilən bir şey var. O da JSON gördüyünüz kimi hardan gətirdi. O da JSON-dan gətirir və qeyd edirəm ki, expected body, gəlir expected body sənin üçün bir yaradıram. New JSON obyekt belə bir şeydir. Expected body-nin içərisində nöqtə put eləyib, içərisində qeyd edirəm ki, məsələn, sənə bir dənə buradan user ID bir dənə user ID içərisində qeyd elə, özündən bir dənə elə bir ki, obyekt yarat, içərisində user ID qeyd elə, o da 1 olsun şeyi. Bir növ sizin əlinizdə hazır respons var, o responsu bir dənə yaradırsınız, sonra actual body ilə çək edirsiniz, belə başa düşün. Yenə expected body nöqtə put eləyirəm və qeyd edirəm ki, məsələn, ID-si ID eləməyim, title eləyim, title, belə bir şey yazım, title da belə olsun. Bunu elədikdən sonra bunlar hamısı deməli oldu. 2 dənəsini elə belə qeyd elədim. Siz daha çox şey yoxlaya bilərsiniz və yazıram ki, burada asset equals yavaş gedim. Baxın, asset equals bu da deməli long expected, long actual. Yəni expected actual bir-birinə yoxlayan bir servis bizə təmin edir və biz nə yazılır burada? Yazılır ki, actual body nöqtə get eləyirik. Onu da içərisində yazırıq. Məsələn, yazırıq ki, user ID-si və expected body nöqtə get eləyirik. İçərisində yazırıq hələ user ID. Yəni, actual body ilə expected body user ID-lərini bir-birinə qarşılaşdırıb gör uyğun deyə yox. İkinci nəyə qeyd edirəm? Məsələn, title-ını qeyd edirəm ki, gör title-ları eyni deyə yox. Title. Həmçinin bunun adları digər düz olsun ki, gedib orada tapa bilsin. Yenidə ran edirəm, görən nə nəticə olacaq. Gedir bu ilə actual body ilə bir-birinə yoxlayır. Məsəl üçün, burada bunu adını məsələn belə eləsəydim görən nə nəticə olacaqdı. Bunu etdikdə gedir yenə respons alır, amma deyir ki, sən expected bunu gözləyirsən, çünki mən belə yazmışam, actual body budur. Yəni, sən gözlədiyin, actual body də belə alınıb, sən gözlədiyin isə bu idi, ona görə bir-birinə uyğun gəlmədi, fail oldu. Əslində, yerlər nədənsə fərqli oldu, baxarıq. Hər halda bu get request üçün burada çağıra bilərsiniz. Bunun başqa üsulları da var. Məsələn, bunu yaratmasaydım da olardı. Yəni, buranın özündə də əslində eləmək olar. Ama da video uzaması yəni ikinci videoda qısa bir dənə də izah verərəm. Hələlik bu qədər dostlar. İnşallah ki, başqa bir yolları da deyərəm. Həm də post requesti necə olur, onları da qeyd edəcəm. Təşəkkürlər.